Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai yaşayış obyektlərində, o cümlədən şadlıq evlərində təbii kürü adı altında süni kürü məhsullarının istehlakçılara təqdim edilməsi aşkarlanıb. Yoxlamalar zamanı bəzi məhsulların etiketlənmədiyi, müşayiət edici sənədlərinin olmadığı və yararlılıq müddətinin bitdiyi də müəyyən edilib. Agentlik ticarət və ictimai yaşayış obyektlərinin sahiblərinə xəbərdarlıq eləyərək bildirir ki, istehlakçıların aldadılması qanun pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır. Qeyd olunur ki, satışa çıxarılan bütün qida məhsulları, o cümlədən kürü məhsulları mütləq etiketlənməli, məhsul barədə dolğun məlumat verilməli və onların mənşəyini təsdiq edən sənədlər təqdim olunmalıdır. Təbii kürü adı altında süni məhsulların satışına isə yol verilməməlidir. Məlumata görə süni kürü müxtəlif qatqı maddələri ilə hazırlanır və təbii balıq kürüsündən fərqli xüsusiyyətə malikdir. Onun hazırlanmasında jelatin, alginat, agar-agar, nişasta, boya maddələri, bitki yağları, aromatizatorlar və dadlandırıcılardan istifadə olunur. Əsas fərqlərdən biri isə süni kürünün qızdırıldıqda yumşalaraq əriməsi və axıcı hala gəlməsidir. Təbii kürü isə balıq yumurtası olduğundan formasını saxlayır və qızdırıldıqda ərimir. Sahibkarlarımız, xüsusən şadlıq sarayları, istehlaka təqdim etdikləri kürlərin süni və yaxud da təbii kürü olması ilə bağlı öz menyularında dəqiq, dürüst məlumatları əks etdirməlidirlər. Agentlik tərəfindən bu sayda nəzarət tədbirlərimiz həyata keçirilməkdədir. Aşkar olunacaq hər bir nöqsanlarla bağlı agentlik olaraq ciddi, inzibati tədbirlər görüləcəkdir. Agentlik istehlakçılara tövsiyə eləyir ki, ictimai yaşayış obyektlərində təqdim olunan kürülərin mənşəyi ilə maraqlansınlar, məhsulun keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədləri tələb eləsinlər. Şübhəli hallarla qarşılaşdıqda isə 1003 çağrı mərkəzinə müraciət etmələri xahiş olunur.